Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu aziz dostlar. Kur'an-ı Kerim'de en ümit verici ayetler hakkındadır mevzumuz. 1. Zumar suresi 53. ayette deyilir. Ey özlerine zulmeden bendelerim, Allah'ın merhametinden ümidinizi kesmeyin. Şüphesiz ki Allah bütün günahları bağışlayar. Bu aya ümitsizliğe qapılan hər kəs üçün ən böyük təsəllidir. Allahın rəhməti hər günahdan böyükdür. 2. İnşirah surəsi 5-6. ayələrdə deyilir. Həqiqətən çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, çətinliklə birlikdə bir asanlıq vardır. Allah çətinlikdən sonra deyil, çətinliyin içində asanlığın olduğunu bildirir. 3. Talaq surəsi 2-3. ayələrdə deyilir. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu açar və onu gözləmədiyi yerdən ruzi ilə təmin edər. Çıxış yolu görünməyəndə belə Allah yol açandır. 4. Bəqərə surəsi 286. ayədə deyilir. Allah heç kəsi gücünün çatmadığı şeylə mükəlləf etməz. Yaşadığın hər çətinlik sənin daşıya biləcəyin qədərdir. 5. Fusilat surəsi 30. ayədə deyilir. Rəbbimiz Allah'tır deyib, sonra doğru yolda olanlara mələklər enər və deyərlər, qorxmayın, kədərlənməyin, iman edən insan tək deyil, Allahın köməyi onunladır. 6. Duha surəsi 3-5. ayələrdə deyilir, Rəbbin səni tərk etmədi və sənə qəzəblənmədi. Şübhəsiz ahirət sənin üçün dünyadan daha xeyirlidir. 7. Ənfal surəsi 33. ayədə deyilir. Sən onların arasında olduğun müddətdə Allah onlara əzab etməz. Tövbə və istiğfar olan yerdə ümid həmişə vardır.